Salam dəyərli şagirdlər. Sonuncu dəyər nəşrlərinin keçirdiyi sınaq imtahanının Azərbaycan dili suallarını izah edəcəm. Sınaq 5 9-cu sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Hansı sualla bağlı ətraflı izah istəsəz, videonun şərh bölməsinə yazarsınız. Videoya keçmədən öncə sizdən bir xahişim olacaq. Yəni kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə vaxt itirmədən birbaşa sualların izahına keçək. 27-ci sualda hansı cümlədə durğu şahisi buraxılmamışdı? Sanki, yəni elə bil güya modal sözləri vergülsüz işlənir. Ona görə D variantı olacaq. O biri modal sözlərdə vergül gizlənmişdir. 28-ci sualda qol sözü ilə bağlı yanlış fikir soruşur. E variantı yazıb ki, sözü hissələrinə ayırıb mənasını izah etmək olar. Qol sözü özü bir hecadır. Bunu necə ayırıb izah etmək olar? Y variantı. 29-da qrammatik əsas mübtəda xəbəri soruşur. Xeyli adam mübtəda var idi, xəbər düzdür. Sonra 3-də beləsi, yəni onun beləsi, onların beləsi, bu mənsubiyyət mübtəda, yoxdur da aylıqda xəbər düzdür. Bir də 4-də bilirəm, kim, mən, 1, 3, 4. O biləndə yanlışlıq var. Ona görə 30-a keçək. İyəlik hallı isim yoxdur. Heydər baba kəkirişlərin uçanda, sənin kəkirişlərin, bu mənsubiyyətdir. Ona görə də B variantını doğru cavab götürəcəyik. 31-ci sualda insan danışdıqlarına və etdiklərinə məhsuldur. Burada deyir ki, nə əlavə eləsək, quruluş dəyişər, yəni mürəkkəb olar. Deyirlər artırsaq, artıq 2 qrammatik əsas olacaq. Deyirlər, vergül, sonra növbəti cümlə gəlir. 31-də Y. 32-də hansı sözləri həm isimlə də sifət kimi işlətmək olmaz? Çəhrayı və sürməyi sözü. Çəhrayını elə bir dənə söz kimi düşünmək olar. 3, 5, D variantı. 33-də amma artıraraq, qarşılaşdırma bağlayıcısı qoyaraq tapmaq olar. 3-də gözəl bir gecə idi, amma fikri oğlunda qalan ana bunu duymurdu. Yalnız 3, B variantı. 34-də məcazilik olmaz deyir. Şəhərin yerinə uşaq qoyuruq, uşaq yuxudan gec uyanıb, B variantı. 35-də ümumi qrammatik məna deyir. 4 dənə sifət var, amma dalğıc isimdir. 36-da tərəfdaşlıq, tərəfdaşdıq, L-dıya çevrilir, Q-da X-ya. Ona görə də burada nəyə diqqət eləyəcəyik? İkisi fərqli tələffüz olunur samitlərdən, bəli. İlk samitin cingiltili qarşılığı 2 dəfə işlənmişdir. Yəni T-nın qarşılığı 2 dənə orada D var. Bir də ahəng qanuna tabe deyil. 2, 4, 5 oldu burada. B variantı. Bu belə. Yəni qrammatika suallarını sürətli bir şəkildə dedik. İndi isə keçək mətnlərə. Mətnləri də sürətli bir şəkildə deyək. Yəqin ki, uşaqlar mətni diqqətlə oxuyub. 37-də o qara örpək ilə ağ örpək yasdan çıxıb qələbəyə keçidi göstərirdi. 37C. 38-də diqqət eləsək, qara örpəyin darvaza ilişməyi ən sonda idi. Özündən əvvəl də ananın ağ örpək bağlayacağına and içməsi. 4-2, yəni sonu 4-2 ilə bitir. 3 ilə başlayan da ki, şiddətli qar küləyi təsviri. Elə bunları tapsaz cavab çıxırdı. 38-də A. 39-da qara örpəyin darvazaya ilişdirmə detayı ilə bağlı ən doğru fikri deyir. Yəni daha doğrudur. Yəni təbiət sanki qadının qərarını təsdiqləmiş oldu. Bu daha məntiqlidir. 40-cı sualda düşmənə boyun əyməmək, qələbəyə və ağ günə olan inam qadının fikirlərində gördük. Mətnin ideyasına ən uyğun fikir budur. 41-ci suala keçək. Səbəbini müəyyən etmək mümkündür. Buradan 5-i çıxartsaz, oğlun neçə yaşında şəhid olub, o yox idi. 5-i çıxaranda avtomatik A variantı 1, 2, 3. 42-ci sualda təbiət hadisələri insanın daxili kədərini və mübarizəsini gücləndirən fon rolunu oynayır. Bəli, orada var idi mətnin girişində. Yanlışdır. Küləyin istiqaməti ananın hərəkət istiqamətlə eyni yox, əks istiqamətdə idi ki, ana əziyyət çəkirdi getməyə. 2, 4. Ehtimaldır, ana oğlunu ziyarət etmək üçün kənddən xeyli məsafə. Bu ehtimaldır, birbaşa izahı yox idi. Amma 6 qorxu keçirirdi. O yanlışdı 6. Çünki qorxu hissi girişdə keçirtmişdi. 2, 4, 6. Daha doğrusu üzr istəyirəm, 2, 4, 5 C variantı. 43-cü sualda Y variantına diqqət eləsək, ana məzarlıqda qalmağa qərar verməmişdi. Bu yanlış fikirdir. 44-də vahimə hissi keçirməsinə baxmayaraq geri dönməməsinin səbəbi məzarlıqda yatanları öz doğma balası kimi qəbul edirdi. Orada dilindən bir ifadə verilmişdi. 45-də yazmışdı ki, bu qara örpək ona görə tullayıb ki, artıq övladın xatirəsini unudub. Xeyr, unutmamışdı. Əksinə yanlış qoyuruq ki, ağ örpək bağlayacaqdı ki, mübarizəyə inam olsun. 45-də yanlışı yazıb və dediyim əsaslandırmanı qeyd edirik. 46-da məzmuna əsasən nöqtələrin yerinə uyğun fikir yazın. Bir dənə burada baxaq. Onu küləyin səmtinə tulladım. Daha heç vaxt başıma qara örpək bağlamayacağım. Bugündən mən yasdan çıxdım. Qara örpəyi bağlamayacağım. Bu tipli cümlələr yaza bilərsiniz. Sürətli bir şəkildə bütün sualları
Bu mətnin bütün suallarını izah etdi. İndi isə keçək sonuncu mətnimizə, tarixə qovuşan dillər. Burada mətni yəqin ki, diqqətlə oxumusunuz. 47-ci sualda C variantı olacaq. Deməli, 5-ci, 15-ci əsrlərdə Avropa dilləri Latın dilini sıxışdırdı. 15-ci əsrdə isə dil ünsiyyətdən tamamilə çıxdı. C variantı. 48-də də C-ni götürürük. Dillərin yox olması indi də baş verir. Ona görə bir yanlışdır. Roma imperiyasının süqutu Latın dilini sıradan çıxarıb doğrudur. Əlifba yazı mədəniyyəti olmayan dillərin yox olması qaçılmazdır. Bu da doğrudur. Sanskrit dili isə yazıb ki, ən çox danışılan xeyr. Müasir dövrdə danışılmır. Yanlışdır. 1 ilə 4 yanlış, 2 ilə 3 doğru. C variantı. 49-da diqqət eləyək. Statistikanı göstərir, yəni ardıcıllığı göstərir daha doğrusu. Dünyadakı dillərin statistik göstəricisi birinci 4 gəlir. Sonra dillərin yox olmasından danışılırdı 2. Ən sonundan ikinci abzasda Latın dilinin süqutundan danışırdı 3. Ən sonuncu abzasda isə dili milli varlıq kimi qorumaq. B variantı. Aha, bunu dedik. 50-yə keçək. Mətnə əsasən hansı hökmü çıxarmaq olmaz? Dilin yaşamasında daşıyıcı faktor insan amili həlledici rol oynayır. Bəli. İnsan varsa dil də vardır. Yəni insan olmasa dil də ölüb gedəcək. 51-də hansı fikir ölü dil anlayışını ifadə eləyir? Heç bir canlı daşıyıcısı qalmayan, ünsiyyətdə istifadə olmayan dillər yavaş-yavaş sıradan çıxır. 51-də C. 52-də hansı bənddə fikir mətnin məzmununa uyğun gəlir? Dilini itirən xalq özünü də itirər. Bu daha doğrudur. 53-cü sualda B variantına fikir verək. İmperiyalar işğalçı siyasi yürütdülər, işğalçılıq siyasəti yürütdülər. Ana dilində danışmaq qadağan edildi. Gənc nəsli qonşu xalqların dilinə meyl edir, çünki özü təhsil mədəniyyətdən geri qalır. Xalqın öz əlifbası, yazı mədəniyyəti yoxdur. Dilin yox olması labüddür, yəni vacib, zəruridir belə deyək. B variantı. 53B. 54. Mətnə əsasən ölü dillər haqqında hansı fikir doğrudur? Vaxtı ikən ünsiyyət vasitəsi olub, amma hal-hazırda onu daşıyan canlı daşıyıcı, yəni bu dildə danışan canlı daşıyıcı yoxdur. 54B. 55-də tənqid, təbliğ, 56-da onun ideyasına və məzmununa uyğun olmayan cümlələri müəyyən edib yazın. Gəlin baxaq. Tənqid olunur, yaza bilərik ki, öz, yəni belə deyim də, dilinə, mədəniyyətinə yad olan insanlar, belə deyim də, öz təhsilinə, mədəniyyətinə geri qalan insanlar başqa xalqların mədəniyyətini təqlid eləyir, onların dilini öyrənir, öz dilinə ögey münasibət göstərir və yavaş-yavaş unudur. Bu tənqid olunur. Təbliğ də yaza bilərik ki, hər bir xalqın dili onun milli varlığıdır. Ona görə də milli dilin qorunub saxlanmasında hər bir vətəndaş məsuliyyət daşıyır. Təbliğat da buydu. Yəni dilimizi qorumaq üçün çalışmalıyıq. Sonuncu abzası yaza bilərsiniz. Mətninlə əlaqəsi olmayan cümlədə yazıb qlobal dünyada ünsiyyəti asanlaşdırmaq üçün kiçik dillər sıradan çıxmalı, hamının bir tək dildə danışması xeyr. Tək bir dildə danışmaq beynəlxalq dil olaraq ingiliscəni öyrəndik. Amma hər bir xalqın dili onun bir milli mənəvi sərvətidir. Ona görə bütün xalqların robot üçün bir dildə danışması, yəni öz keçmişini unutması bir növ manqurtçuluğa gətirib çıxarda bilər. Belə. Deməli, bütün sualları ətraflı izah etdik. Bir daha qeyd edirəm, video faydalı olursa kanala abunə olmağı unutmayın. Təşəkkür edirəm. Sağ olun.